Hər kəs salam. Deməli, bu günlər bizim mərkəzə, bizim reabilitasiya mərkəzində bitirən uşaqlar qonaq gəliblər. Dedik ki, bir çəkiliş ilə cəmiyyətə də göstərək ki, yəni sağalmaq mümkündür. Uşaqlar öz təcrübələrini, fikirlərini bölüşdülər. Buyurun. Hamıya salam, mənim adım Əlidir. Mən 12 yaratım və proqramı keçmişəm. Reabilitasiyanı bitirmişəm. Əşbər müəllim sağ olsun, onun dəstəyi ilə proqramı öyrənmişlər. Bugünkü gündə minnətdaram ki, Əşbər müəllimə, və onun kollektivinə minnətdaram ki, bugünkü gündə sağlam cəmiyyətdə yaşayıram, hal-hazırda işləyirəm, işçilərim var, ona yaxın işçi işlədirəm, ondan ailəyə çörək edirəm. Bugünkü gündə mənim üçün hər şey yaxşıdır. Nə yaxşı ki, 12 addım proqramı mən seçdim, gəldim bura. Bizi təzə gələndə biraz mən də bəziləri ki, bəzi xəstələr olur da qəbullanmır. Amma qəbullanmamdan sonra həqiqi mənada bütün günü Əşbər müəllimə minnətdarlıq edirəm. Tez-tez gəlirəm, deyirəm uşaqlara. Çöldə olan hadisələri, başıma gələn addımları atdım, başıma gələn problemləri zaten gəlib burada danışıram, edirəm. Çox sağ olun. Belə deyək də, yəni bizim reabilitasiyanı bitirib, dostlar, bu adam həm sağalıb, öz həyatını xilas edib, həm də ki, öz karyerasında işlərini qurub, 10 dənə işçisi var ki, hansı ki, onların da maaş verir, onların da ailəsi dolanır. Yəni, bir nəfər biz xilas eləmişik, 10 nəfər də bizim qardaşımız xilas edib, bu gözəl bir şeydir. Allah səndən də razı olsun, ondan da sənə minnətdaram. Rafael qardaş. Hamıya salam, mən Rafael, mən Aslı'yam. Əşbər mənim sağ olsun. Tezcə gəldi, qalbanmadım, amma həqiqətən də burada sağalmaq var. Yəni, sağ olsunlar, Əşbər mənim kollektivi, çox sağ olsun. Yəni, burada həqiqətən də sağlamlıqdan başqa da sağlam düşüncə var, sağlam fikirlər var. Mən də öz xırda işlərim var, işlərimi görürəm, öz nailiyyətlərim var. Çox şey deyə bilməm burada, amma yəni, hamısı sağ olsun Əşbər mənim sayəsində oldu. Yəni, öz davranışlarımdır, müştərilərlə danışmaqdır, elə şeylər var ki, cəmiyyətə çıxmaqdır. Hamısını burada təzədən bərpa elədim burada. Sağ olsun Əşbər mənim əziyyətçi olubdur. Allah razı olsun. Sağ olsun, Rafael də bizim, yəni belə deyirlər, biraz çətin pasiyyətimiz olub. Amma şükür Allah'a ki, bu etapı keçir və bu cəmiyyətdə öz işlərlə məşğuldur, ailəsinin üstündədir. Yəni, sağalmaq mümkündür. Ona görə meyilli bir yerdən narkotika yoxdur. Biz güclüyük.